Yevlaxda qeyri-adi dələduzluq hadisəsi baş verib. Rayon sakinləri arasında aylıq 1000 manatdan lotereya oynayan şəxslərdən biri 1993-cü il təvəllüdlü Devran İsmailov bütün pulları toplayaraq özünə götürüb. Məsələ ilə bağlı polisə müraciət edildikdən sonra cinayət işi açılıb. Araşdırmalar zamanı məlum olub ki, Devran Rusiyada yaşayan və tez-tez Yevlaxa gələn Nəsib adlı tanışını birgə lotereya oynamağa razı salıb. O 14 nəfərin lotereyaya qoşulduğunu bildirib və tərəflər Nəsibin sonuncu olaraq lotereyanı götürməsindən razılaşıblar. İki yerə, yəni 15-16-cı yerlərə lotereyada yer alan Nəsib 14 ay boyunca 28 min manatı Devrana göndərib. 14 ay tamam olduqdan sonra Nəsib öz növbəsində 2 dəfə 14 min manat olmaqla pul götürməli olub. Lakin Devran pulları ona verməyib. Qarşı tərəfin şikayətindən sonra Devran həbs edilib. O istintaq müddətində pulların 11 min manatını zərər çəkmiş tərəfə qaytarıb. Həmçinin müqavilə bağlayaraq 17 ay boyunca hər ay 1000 manat verməyi öhdəsinə götürüb. Yevlax rayon məhkəməsi Devran İsmailovu Cinayət Məcəlləsinin 178.2.4-cü dələduzluq xeyli miqdarda zərər vurmaqla maddəsi ilə təqsirli bilib. Ona 3 il müddətinə azadlığa məhdudlaşdırılması cəzası təyin edilib və üzərinə elektron qolbaq yerləşdirilib. Qeyd edək ki, adlar şahiddir.